أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله وحده والصلاة والسلام على من لا nebiyə bə'də əmmə bə'd. Selamu aleykum və rəhmətullahi və barakatuh. Deməli biz Yezid ibn Muaviyə barədə bəzi tarixi hadisələr toxunuruq və xüsusən bu mövzu nə üçün mühümdir? Yəni bu barədə ola bilsə çoxsu məlumatı yoxdur. Və xüsusən də biz həmişə bu şəxs barədə əks eşitmişik, lənət eşitmişik və s. Ona görə onun vaxtında olan o tarixi bəzi hadisələrə, ondan qabaq olan bəzi hadisələrə toxunuruq ki, məsələlər necə olub. Təbii ki, o şəxsə kimisə burada müdafiə etmirik. Sadəcə danışırıq ki, belə olub, belə olub, belə olub. Məsələlər hətta insanlar bilsinlər. Deməli, biz keçən məclisimizdə deməli, Həsən radiyallahu anhunun zəhərlənməsi barədə toxunduq. Deməli, indi bugün istəyirik deməli, danışaq Muaviyə radiyallahu anhu onu hansı səbəblərə görə məhz Yezidi seçməyə vadar etdi. Özündən sonra məhz Yezidi. Çünki biz bilirik ki, sahabələr var idi. Sahabələrin övladları var idi. Əbu Bakrın oğlu var idi, Ömərin oğlu var idi, Əlinin oğlu var idi, başqa Zübeyrin oğlu var idi və başqa sahabələrin oğlanları var idi. Və məhz Yezidi seçməyi, təbii ki, orada deməli, nəsə səbəblər var idi. Və ondan qabaq biz görürük, Əbu Bakr necə seçildi. Peyğəmbər sallallahu aleyhi ve sellem ona işarələr artıq etmişdi. Demişdi. Məsələn, qadın gəlir deyir ki, yaxşı, gələndə birdən sən olmasan, kimə müraciət eləyəm, dedi Əbu Bakra. Və ya məsələn, xüsusən də lap aydın işarələr Peyğəmbər sallallahu aleyhi ve sellem ölümünə bir neçə gün qalmış, artıq elə bir vəziyyətə düşürdü ki, qalxa bilmirdi namaza, cəmaat namazına gəlməyə. Və imam da odur yanırdı həmişə. Və gələ bilməyəndə namaza deyirdi ki, deyin Əbu Bakr imam deyansın. Bu artıq açıq aydın işarədir. Sonra Əbu Bakr radiyallahu anhu Öməri məsləhət gördü. Məsləhət gördü və ümmət seçdi Öməri radiyallahu anhunu. Sonra Ömər radiyallahu anhu o vaxt ki, məcusi onu vurmuşdu. 6 nəfərin arasında məsləhət gördü ki, onlardan birini seçin. Onlar da kim idi o 6 nəfər? Osman radiyallahu anhu idi, Ali radiyallahu anhu, Zübeyir ibn Avam radiyallahu anhu və sonra Abdurrahman ibn Avf və Sa'd ibn Abi Waqqas və Talha ibn Ubeydillah. Və oğlunu da qoymuşdu orada, lakin demişdi ki, oğlumu seçməyin. İbn Ömər'i. Sonra buracan ixtilaf yox idi. Lakin Ali radiyallahu anhu gələndə ixtilaf düşdü. Və səbəb də nə idi əsas? Osmanın qatilləri. Osmanın qatilləri Əli ibn Əbi Talibin qoşunundaydı. Və təbii ki, Şam əhli, o vaxt Şam böyük bir ərazini əhatə edirdi. Şam diyarı. Orada da Muaviyə idi, radiyallahu anhu. Bu xəbər onları gəlib çatanda Osmanın qatilləri barədə, Osmanın ölümü ümumiyyətlə, Osmanın qatilləri və Əməvi sülaləsi Qureyşin ən böyük sülalələrindən biridir, tayfalarından biridir Qureyşin. Və təbii ki, Muaviyə etiraz elədi. Əli ibn Əbi Talib seçiləndə Muaviyə etiraz eləmədi Əli ibn Əbi Talib seçilməyinə görə. Sadəcə Muaviyə radiyallahu anhunun Əli radiyallahu anhunun ixtilafı nə idi?
Osman qatilləri. Yəni Əli Muaviyə demirdi ki, ya Əli, mən səndən üstünəm və ya mən olmalıyam xəlifə. O söhbət getmirdi orada. Söhbət nə idi? Osman qatilləri. Və onun səbəbinə döyüş oldu hətta, Siffin döyüşü. Sonra sülh bağlandı. Əli ibn Əbi Talib çəkildi qırağa. Lakin əslində baxanda Muaviyyənin tələbi düzgün idi. Haqqı da var idi. Osmanın qohumu idi. Qanun tələb edirdi. Qanun tələb edirdi. Və nə üçün deyirəm Muaviyyənin tələbi düz idi? Çünki Əli ibn Əbi Talib onlarla onsuz da döyüşdü. Xavariclərlə onsuz da döyüşdü. Və xavariclər onu öldürdülər. Belə baxanda Muaviyyə radiyallahu anh'ın tələbi düz idi. Və lakin biz danışmırıq. Təbii ki, səhvi o idi ki, Əlinlə döyüşə çıxdı. Amma bu onun fəzilətinə bir zərər gətirmir. Ne üçün? Sahabidir. Sahabələrdir. Sahabələr məsum deyil. İctihad ediblər. Bəzilə ictihadında düz olur, bəzilə ictihadında yox. Məlum oldu. Sonra Həsən gəldi. Əlini vurdular radiyallahu anh'ı. Həsən gəldi oğlu. Lakin Həsən radiyallahu anh'ı 6 ay idarəçilik elədi, gördü, bacarmır. Çünki Əli ibn Əbi Talib vaxtında artıq xilafət bölünmüşdü. Şam əhli ayrı idi. Həsən də radiyallahu anh gəldi, gördü belə vəziyyəti və vəziyyət heç də yaxşı deyildi. Yəni, təsəvvür edin ki, xəlifəni öldürdülər və ümumiyyətlə Şam əhli, İraq əhli ilə Hicaz əhlinə heç belə xoş baxmırdılar. Ne üçün? Çünki Osmanı orada öldürmüşdülər, Mədinədə, sahabələrin arasında. Düzdür, həcc olsa da Mədinədə müəyyən sahabələr qalmışdı. Həmçində İraq əhli həmişə Şam əhlinə müxalif olub. Yəni Şam əhlinə baxanda, Şamda inkişaf, insanlar İraq əhlindən tamamilə seçilirdi. Çünki Rumlar orada olmuşdu, mərkəz olmuşdu orada, imperiya olmuşdu. Təbii ki, oranın əhalisinə təsir eləmişdi, ümumiyyətlə tabiçilik və s. Çünki biz görürük ki, Muaviyyə radiyallahu anhu Yezidi artıq bildirəndə ki, məndən sonra Yezid olsun, Şam əhli hamısı qəbul elədi. Amma İraqlı yox. İraqlı əlini öldürdülər radiyallahu anhu. Əlini öldürdülər. Həsəni öldürdülər. İraqda sahabələr əminamanlıq qura bilmədilər. Əli ibn Əbi Talib başçılığıyla. Baxmayaraq xilafəti paytaxtı gətirmişdi Kufəyə. Nə vaxt əminamanlıq oldu? Həccacın vaxtında. Lakin Həccac nə qədər adam öldürdü orada. Nə qədər adam öldürdü ki, məhv elədi ki, sakitləşsin. Yəni elə bir əminamanlıq quruldu ki, 500 il Həccacdan sonra davam edir, necə deyirlər. 500 il. Sonra yenə pozuldu. Yenə pozuldu. Sonra biraz sakitləşdi yenə, sonra yenə pozuldu. İndi Allah bilə haçan olacaq. Ona görə biraz Şam diyarı İraqdan fərqlidir biraz. Əhalisi də. Bu coğrafi baxımından, insanlar baxımından. Yəni çünki bunlar hamısı təsir eləyir. Təsir eləyir gedişatlara, gələcəyə. Görürsən, təsir eləyir vəziyyətə, gedişata, siyasi və s. Aydındır qardaşlar. Biz bu gün istəyirik öyrənək, deməli, nə səbəblərə görə Muaviyyə məhz, deməli, Yezdi seçdi. Baxmayaraq, namizədlər çox idi. Və o namizədlər də hamısı müttəfiq deyildilər bir-birlərini. Yəni, məsələn, tutaq ki, Hüseyin var idi, lakin İbn Zübeyir də deyirdi, mən də ola bilərəm. Əbu Bəkrın oğlu da. Və ya İbn Ömər də ola bilər. Yəni, məhz Hüseyndən getmirdi söhbət. Yəni,
deyək ki, necə müəyyən firqələr deyir ki, ancaq Əhl-i Beytdə olmalıdır. Hələ söhbət yox idi orada. Aydındır qardaşlar. Və demək olar ki, ən birinci səbəblərdən nədir? Ən birinci səbəblərdən biri siyasi vəziyyət ölkədə. Muaviyyə radiyallahu anh, bəli, ölkəni birləşdirilmişdi. Yəni, bölünmə yox idi. Ümumiyyətlə, Əməvilərin vaxtında Əməvilərin ən üstün cəhətlərindən Abbasilərlə müqayisə eləyəndə Əməvilər ölkəni bir saxlamışlar. Abbasilərin vaxtında bölündü. Muaviyyə birləşdirmişdi radiyallahu anh ölkəni. Hamı eyni idi, hamı razı idilər Muaviyyədən. Həsən Hüseyin də razı idi. Çünki Beytülmaldan ən çox onlara verirdi pulu. Hətta Həsən çıxandan sonra ən çox onlara verirdi. Və deməli, ən birinci səbəb siyasi ab-hava. Çünki Şam əhli Hicaz əhlindən biraz narazı idi. Narazı idi. Əgər oradan biri seçilsəydi, Şam əhli razı olmayacaqdı. Və ya İraqdan kimsə seçilsəydi, Şam əhli razı olmayacaqdı. Müəyyən problemlər var idi. Siyasi ölkədə vəziyyət aydındır. Ona görə bu yəni Muaviyyəyə səbəblərdən biridir. Ne üçün Yezidi seçdi? Həmçinin hökumət Şamda idi. Əhl-i hilli və ləaqd, yəni hakimin ətrafında hansı ki, əsas qərarları onlar verir. Hakimə məsləhət ilə hakim deyir. Onlar da hamısı, demək olar Şamlılar idi. Hətta Muaviyyə ölsəydi, onlar seçməli idilər. Muaviyyə oturub fikirləşdi, dedi ki, Muaviyyə qorxdu ki, fitnə olacaq yenə. Fitnə olacaq, yenə qan töküləcək. Dövlət bölünə bilər. Ona görə bu qərarı səbəblərdən biri siyasi vəziyyət idi ölkədə. Aydındır. Və Muaviyyə ne üçün biraz rahat gəldi? Çünki Şam böyük bir ərazini əhatə eləyirdi. Və Şam hamısı razı idi. Hamısı razı idi və əsas sözdə onların idi. Bu da yəni səbəb oldu. Və Muaviyyə radiyallahu anh qorxdu ki, narahat oldu ki, yenə nəsə olacaq. Və bu da səbəblərdən biri idi. Yəni siyasi ab-hava ölkədə. Yəni qorxurdu ki, ixtilaf düşəcək yenə. İxtilaf düşəcək. İkinci səbəb. Birinci səbəb siyasi səbəb. İkinci səbəb ictimai səbəbdir. İctimai. Yəni bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında Əbu Bakır, Ömər, Osman, Əli olan vaxtda dini ab-hava daha böyük idi, daha üstün idi. Lakin elə ki 4 Raşid xəlifədən sonra başladı yerpərəstlik, tayfaçılıq, o daha üstün olmağa. Daha üstün olmağa. Hələ o da olanda hərəsi öz tərəfin müdafiə eləyir, öz adamın çəkir. Yəni din nəzərə alınmır. Yəni elə bir ab-hava yaranmışdı artıq Muaviyyə radiyallahu anh Əməvilərin vaxtında. Və ona görə bu da ən böyük səbəblərdən biridir, qəbiləçilik, tayfaçılıq yaranmışdı. Və təbii ki, əgər Muaviyyə radiyallahu anh fikirləşdi ki, bu ölsə, onda da hakim ölənəcə hakim olurdu axı. Öləndən sonra seçilirdi. İndi əgər hakim məsləhət görsə kimsə, və ya məsələn necürsə şura alan və ya öləndən sonra şura seçirdi kimsə. Necə qeyd etdiyi söhbətimin əvvəlində, Şam böyük bir ərazini əhatə eləyirdi. Və Əməvilər hakimiyyətdə çox idilər. Çox idilər. Yəni, Muaviyyə radiyallahu anh biraz narahat oldu ki, kimsə gələr başqası İraqdan, İraq vilayətlərindən və ya Hicazdan kimsə əmir olsa, ola bilsin çoxların başlayıcı Əməvilərini çıxartmağa. Bu da narazılığı gətirib çıxarda bilər və s. Yəni, deyən ki, buna görə ya, bu səbəblərdən biridir. Tayfaçılıq güclənmişdi.
Və ona görə deyək ki, rahatçılıqla kimsə seçiləcək də elə deyildi vəziyyət. Hətta İbn Xaldun da deyir müqəddiməsində. İbn Xaldun da deyir müqəddiməsində, deyir ki, və kanət dövlə İslam fi bidayəti ey fəsl. Hələ İbn Xaldun bunu qeyd eləyir. İbn Xaldun xüsusən də həmçinin bu tayfaçılıqdan danışanda xüsusən də Yezidin dayıları ana tərəfdən Kəlbi qəbiləsi böyük qəbilə idi Şamda. Böyük qəbilə idi. Onların təsiri böyük idi. Həm siyasi müstəvidə böyük idi. Ona görə yəni Əməvilər özləri də qorxurdular. Bu da demək olar səbəblərdəndir. Əməvilər qorxurdular ki, Şamlılar yəni əsasən ki, xəlifəyə başqası gəlsə İraq tərəfdən, Hicaz tərəfdən paytaxtı götürüb aparacaq təzdən ora. Artıq belə adət düşmüşdü. Kim gəldi paytaxtı aparır. Ona görə bu da səbəblərdən idi. Biraz narahat idi Şam əhli. Şam əhli narahat idi. Və bu bəzi əsas səbəblərdən biz qeyd etdik. 2-3 səbəb. Aydındır. İndi gələn məclisimizdə danışacaq etirazlar. Hansı ki, məhz Yezidi seçdiyinə görə Muaviyə nə etirazlar olub. İnşallah o barədə danışarıq. Düzün Allah bilir. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.